Qaydaları pozan şəxs cərimələrin qardaşına yazılmasından narahatdır. Ramal Nuriyev deyir ki, idarə etdiyi 77 CS 821 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobillə bir neçə dəfə yol hərəkəti qaydalarını pozub. Amma cərimələr qardaşı Kamal Nuriyevə tətbiq edilib. Bir gün ərzində 1600 manatlıq cərimə yazılıb. Bir müddət əvvəl qardaşının sürücülük hüququ ləğv edildiyindən buna görə də əlavə cərimə protokolu tərtib olunub və cərimə məbləği bu qədər yüksək olub. Avtomobili mən idarə eləmişəm. Pozduğum qaydaya uyğun cərimə gəlməyib. Hamısı bir gündə gəlib 400 manat, 4 dənəsi gəlib. Lökbatan Abşeron arasında gələcəm. Mən ona sürməyə daveriniz vermişdim. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, yalnız yol patrul xidmətinin əməkdaşı qayda pozan sürücünü yerində saxladıqda məsələ dəqiq olur. Yəni kim qaydanı pozubsa cəzasını o çəkir. Amma qayda pozuntusu kameralar, radarlar vasitəsilə müəyyənləşdiriləndə cərimə sonuncu dəfə etibarnamə kimə verilibsə onun adına yazılır. Belə olan halda bu cür anlaşılmazlıqlar olur və qərar ədalətli olmur. Bu səbəbdən etibarnamə tələbinin əksər ölkələrdə olduğu kimi ölkəmizdə də ləğvi təklif edilir. Müasir dövrümüzdə avtomobil idarə etmək üçün vətəndaşlar arasında bir-birinə yazılı etibarnamənin verilməsini mən artıq aktual saymıram. Düşünürəm ki, etibarnamələr ləğv edilməlidir. Etibarnamələr ləğv ediləndən sonra burada qayda pozan şəxsi müəyyən etmək o qədər də çətin deyil. Avtomobil qayda pozulan müddətdə kimin idarəsində olubsa, həmin şəxs də cəriməni ödəməlidir. Baş Dövlət Yol Polisi İdarəsindən ATV xəbərə bildirildi ki, vətəndaşın müraciəti qısa zamanda araşdırılacaq və nəticəyə uyğun olaraq tədbir görüləcək.